Salam dostlar, ehtimal nəzəriyyəsinə aid belə bir sualın həllinə baxaq. Şahmat turnirində 4 oğlan, 2 qız oyunçu iştirak edirdi. Birinci oyunda oyunçulardan heç olmazsa birinin qız olması hadisəsinin ehtimalını tapın. Birinci oyunda soruşulursa, deməli burada 2 nəfərdən gedir söhbət, yəni 6 nəfərdən ikisi seçiləcək. Bu ümumi halların sayı olacaq. Yəni ümumi halların sayı olacaq kombinizon 6-dan 2-yə. Bu da bərabər olar. 6 faktorial bölünsün 6 minus 2 faktorial vurulsun 2 faktorial. Buradan alarıq ki 6 vur 5 vur 4 faktorial bölünsün 4 faktorial vur 2 faktorialda 2 edir 2 yazırıq. Buradan 4 faktoriallar ixtisar gedir, qalır 6 5-in 30, 32-yə böləndə 15 edər. Bu 6 nəfərdən ikisini neçə üsulla seçmək olar oyun üçün olacaq halların sayıdır. Yəni ümumi hallarımızın sayı 15 edir. Birinci oyunda oyunculardan heç olmazsa birinin qız olması hadisəsinin ehtimalını soruşur. Heç olmazsa birinin qız olması soruşulursa, deməli bu seçilən 2 nəfərdən ya biri qızdır, heç olmazsa çünki birinin qız olmasını deyir, ya da hər ikisi qızdır. İkisi də qızdır. Deməli, biri qız olan halda, deməli 2 nəfər seçilirsə, biri qız olsa, deməli digər oğlan olacaq. Onda əlverişli halları tapmaq üçün yazarıq. Biri qızdırsa, deməli bunu qızların içindən seçməliyik. 2-dən 1-ə vurulsun. Eyni zamanda biri oğlan olması üçün olacaq 4-dən 1-ə. Və ya, burada ya da plus hər ikisinin qız olması üçün onda qızlardan, yəni 2-dən 2 olacaq. Yəni 2 qız var, onun ikisini də seçmiş olacaq. Buradan isə kombinizon 2-dən 1-ə 2 edir, 4-dən 1-ə 4, bir-birinə vuranda 8, üstə gəl, kombinizon 2-dən 2-yə də 1 edir. Bu da bərabərdir 9 olan. Bu isə əlverişli halların sayıdır. Ehtimal onda bərabər olacaq. Əlverişli halların sayını, yəni 9-un bütün halların sayına, yəni 15-ə nisbətinə bərabər olacaq. Bu da bərabər olar 0,6-ya.